məktəbimizdə uzun müddət fəaliyyət göstərən müəllimlərimiz var. Mən onlara müəllimlər yox, müəllimlərin müəllimi deyərdim. O gözəl insanlara xahiş edirəm ki, yəni öz təbriklərini məzunlara bildirsinlər. Buyurun, Rəcəb Ali müəllim. Çox sağ olun, Elten. Mən bugün məktəbdə olmayan, amma ürəyi həmişə məktəblə döyünən müəllimlər adından məktəbin bütün müəllimlərini, bütün kənd cəmaatını, bugünkü tədbirin səbəbkarlarını, birinci sinif şagirdlərini ürəkdən təbrik edirəm və hamınıza bu tədbirə xoş gəlmişsiniz deyim. Əziz 11-cilər, bugün siz arzularınızın qanalarında uçursunuz. 11 illik acılı, şirinli, qayğısız məktəb illəri birazdan sizin üçün arxada qalacaq. Və məktəb illəri deyilən o cığır sizi keçmişə aparacaq. Xatirələrə dönəcək o 11 illik məktəb illəri sizin üçün. Mən demək istəyirəm ki, insan həyatı pillələrdən ibarətdir. Müəyyən pillələr. Siz hesab edin ki, o ilk pilləni geridə qoymuşsunuz. Bugün sərbəst həyata qədəm qoyursunuz. Ömrünüzün o ikinci pilləsinə ayaq basırsınız. Sizin gələcək həyatınız attığınız o pillədən, o addımdan asılıdır. O addım sizi ucalda da bilər, sizi səhv yola apara da bilər. Mən arzu edirəm ki, siz düz yola gedəsiniz. Yəni, siz həm ata-ananız üçün layiqli övlad, həm məktəb üçün, müəllimləriniz üçün yaxşı şagird, həm şagird üçün layiqli övlad, Respublika üçün gözəl vətəndaş olasınız. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Məktəb illəri çox şey adama xatırladır. Hətta ilk sevgi, məhəbbət də bəzən görürsən məktəbdə atılır və ömrü boyu o qəbirlərdə yaşayır. Mən kiçik bir şeirlə sizi o günləri xatırladıram. Düşür yadıma hərdən, məktəb həyətində mən yoluna göz dikərdim. Qəlbim sızlardı bizdən, sən dərsə gəlməyən. Durub anardım, gizli yanardım. Neçə dostun içində özümü tək sanardım, sən dərsə gəlməyən. Zəng səsi ucalardı, şagirdlər söz alardı. Gözlərim boş partanda, fikrim çöldə qalardı, sən dərsə gəlməyən. Düşünüb bunu bəzən, qada düşüb həvəsdən. Nə gizlədim həqiqəti, mən də qaçardım dərsdən, sən dərsə gəlməyən. Mən bir daha sizin hamınızı təbrik edirəm, sizə xoş günlər, bəxtəvərlik, saadət, can sağlığı arzulayıram. Birincilərə isə arzum budur ki, bugün özünün ilk addımlarını atan, bilik yolunda addımlayan birincilərə arzum odur ki, onlar həm valideynlərinin, həm də məktəb müəllimlərinin ümidlərini doğrusunlar, yaxşı oxusunlar, gələcəkdə layiqli vətənə, şairdə vətəndaş olsunlar. Çox sağ olun.